Şeytanda da mənlik yaranmışdı. Asi olaraq əymədi baş Adəmə şeytan, şeytan eləyən iblisi şeytanı əməldir. Şeytanda da mənəmlik yaranmışdı. Allah deyir ki, mən Adəmə səcdə eləyim. Mən yaranmışam təkcə sənə səcdə etməkdən ötəri. Allah isə deyir ki, sən Adəmin palçıqdan yaranmış xilqətinə səcdə eləyəcəksən. Dedi, yox, mən bunu eləmərəm. Şeytan ona aşkar dedi. Və çox insanlarımız vardı ki, bunu gizli yaşayırlar. Yəni, bu havayı nəfsinə gizli yaşayırlar. Allah göstərir Peyğəmbərə. Deyir, sən onun namaz qılmaqlığına, oruç tutmaqlığına, həccə getməkliyinə aldanmayla. O, öz həvayı nəfsindən Allah yaradıb özünə. Həqiqi mərifət sahibləri isə təvhidi xüsusiyyəti öz həyatına çevirənlərdir. Ki, bunun da yeganə və yeganə yolu Allah sözünə qulaq asmı, nəfsi tapdalamaqdır. Allah rəhmət eləsin Müqəddəsi Ərdəbili, Şeyx Əhmədi Müqəddəsi Ərdəbili. Bir gün özü öz Nəcəfdə evinin qabağında, qapısının ağzında əyləşir. Görür ki, uzaq Hindistandan, Xorasandan, Ərəbistanın müxtəlif yerlərindən, yəni Orta Asiyadan insanlar gəlirlər bunu ziyarət eləməkləyə. Qoca kişilərdir, 80 yaşında, 90 yaşında kişilərdir. 5 aydır, 6 aydır, payı piyada yol gəliblər Nəcəfə ki, Müqəddəs Ərdəbilini ziyarət eləsinlər. Bu böyük alimin, kəramətli alimin əlinə əlləri deysin, təbərrük eləsinlər. Ağa soruşur ki, burada niyə belə durmusunuz, dayanmışsınız? Bunlar da tanımırlar Müqəddəs Ərdəbilini. Ağa ruhani libasında olmur, evçilik libasında olur. Deyirlər, biz gəlmişik Şeyx Əhməd Ərdəbilini ziyarət eləyək. Onun böyük mübarək vücudunu görməkliylə gözlərimiz şərəf tapsın. Ağa görür ki, bunu əməllərlə məşğul olan ikinci bir adam yoxdur. Ki, özünü başlayır bunların yanında təhqir eləməyə. Və bunların içərisində 50 qollu olanlar, 30-40 nəfər dayanıblar növbəyə ki, indi qapı açılacaq, ağa icazə verəcək, girəcək içəri, ağanı ziyarət edəcək. Qabaqlarına bu çıxır. Bunların içərisində cüssəli olanlar ağanı möhkəm döyürlər. Möhkəm döyürlər, ağanın öz tələbələrindən bir neçəsi hay-həşirə gəlirlər, güc-bəlanla ağanı alırlar bunların əlindən, ayağından. Ki, siz nə edirsiniz? Deyir, Şeyx Əhməd Ərdəbilini təhqir elədi. Biz ona görə onu cəzalandırdıq, deyirlər, evini tikilsin. Şeyx Əhməd Ərdəbili elə bu özüdür. Çox peşman olurlar, üzrxahlıq, diz çökürlər qabağında. Ağa deyir ki, neçə gündür mənəmli, məni əldən salmışdı. Bu fikir məni öldürür ki, gör mənim ziyarətimə hardan gəlirlər. Gör kimlər gəlir mənim ziyarətimə. Hə, bu gecə özümə söz verdim ki, nəfs səni ayaqlar altına alıb əzəcəm. Ona görə o getdi Şeyx Əhməd Ərdəbili oldu.